Perpetönündən pomidor ştilinə super bir təbii üzvü gübrədir, reseptini deyirəm. Baxın, bu perpetönləri yığırıq, təzə perpetönləri yığdıqdan sonra doğrayırıq. Xırda-xırda doğrayırıq ki, fermentasiya daha yaxşı baş versin. 3 gün, 4 gün, bir həftə də saxlaya bilərsiniz. Amma daha çox o intensiv olduğu üçün 3 gün saxlamağı məsləhət görürəm. Sonra üzərinə su əlavə edirik. Nə qədər çox perpetön doğrasanız o qədər xeyirlidir. Yəni reseptdə perpetönün artıqlığı daha çox olsa faydalıdır. Daha sonra isə doldururuq. 24 saatdan bir gəlib qarışdırırıq ki, fermentasiya daha yaxşı getsin. Baxın, 3 gün sonra, 2 gün sonra, 2 gün sonra bu hal alınır. Bu rəng alınır. Bu rəngi gördünüzsə deməli sizin perpetön gübrəniz hazırdır. Necə eləmək olar? Vedrədə deməli 2 litr, 2.5 litrə yaxın su var. Reseptin seyrəltməyi deyirəm. Üzərinə də biz əlavə edirik 4.5 litrə yaxın perpetön gübrəsi. Əlavə edirik və daha sonra bitkilərimizə 250 mg və yaxud da 500 mg-dan veririk. Seyrəltməyə də bilərik. Adi əgər torpağınız çox zəifdirsə o cür də verə bilərik. Hansı faydaları var? Maqnezium az miqdarda azot və fosfor ehtiva edir ki, bu da bitkilərimizin yaxşı qidalanıb daha məhsuldar olmağına kömək edir. Siz istədiniz, mən də hazırladım. Ümid edirəm ki, faydası olar. Çox əziyyət çəkmişəm. Səhifəyə abunə olub sağ ol yazmağı unutmayın və paylaşmağı da unutmayın. Xahiş edirəm. Dəstək olun. Sağ olun, var olun.